Xoş gördük əziz dinləyicilər. Regionumuzda baş verən hadisələr ki, bilirsiniz, həm Rusiyaya qarşı, həm də İrana qarşı baş verən bu hadisələr artıq həqiqətən də həm Rusiyanı, həm də İranı iqtisadi cəhətdən çökdürür. Biz İran-Amerika müharibəsindən danışda hər zaman bunu deyirdik. Bunu deyirdik ki, bu günlərə hər hansı bir insanlar mənasız bu müharibədən qələbə qazandıq, biz qələbə çaldıq, filan kəs uduzdu deyə açıqlamalar verirlər. Amma biz bu günlərə bunun nəyin şahidi olduq? Tam onun şahidi oluruq ki, bu gün artıq İranda iqtisadi çöküşün mənzərəsi qaçılmazdır və İran dövləti uzun müddətli çöküşə hazırlaşır desə yanılmarıq. Bilirsiniz, hər gün də atışmalar davam eləyir. Amerikandan açıqlamalar da bilirsiniz eyni məqsədli deyil, çox məqsədlidir. Gah deyir müharibə eləyirik, gah deyir sülh bağlayırıq. Amma bütün bu proseslər barədə mən sizə danışanda deyirdim ki, bu Amerikaya sərf edir. Amerika bu barədə heç qəti narahat da deyil və bildirir və bilir ki, o İranı bu formatda uzun müddət yox, 5-6 ayda saxlasa İranın iqtisadiyyatı olmayan iqtisadiyyatı zaten çökəcək və bu günlərdə bəlli oldu ki, yenidən Hörmüz ətrafında hadisələr baş verdi. Bəndər Abbasa böyük zərbələr endirildi və böyük zərbələrdən sonra İran tərəfindən də heç bir cavab atəşi açılmadı və bu formatda Amerika istədiyi formada Hörmüzə nəzarət edir və İranın çıxışına qəti imkan vermir və İranı daxildən çökdürür. Və bugün bir mənzərənin də şahid olduq. Artıq bunu bütün dünya telekanalları da yayır ki, İran xalqı Türkiyə sərhəddinə gedir, ən bahalı əşyalarını satmaqla müəyyən pul əldə edir və müəyyən ərzaqlar almağa çalışır. Əsasən qiymətli heç nələri olmadığına görə qiymətli əşyalarını satıb Türkiyə sərhəddində artıq özlərinə lazım olan, vacib olan məhsulları almaq zorunda qalırlar. Bax, görürsünüzmü? Biz bundan danışırdıq ki, İran hökuməti tez bir zamanda öz xalqı ilə üzbəüz qalacaq və bu sosial fəlakət İranı çıxılmaz vəziyyətə salır və bu da artıq hakimiyyətlə, yəni Sepahla İran xalqını tez bir zamanda bir-birinə toqquşduracaq. Çünki bu formatda yaşamaq mümkün deyil. Çünki İran xaosa doğru gedir. Təşəkkür ederim.